Salam aleyküm şeyx. Və aleykum salam. Qardaşların belə bir sualı var. Bəli. Hal-hazırda məşhur marketlərdə, ticarət bölmələrində deməli, hər hansı bir marketdən alış-veriş edirsən. Müəyyən bir miqdarı keçəndən sonra sənə kupon verilir. Sən ora ad, familiya, əlaqə nömrə yazırsan, təqdim etsən olaraq. Onlar onu atırlar bir çantanın içinə, bir qutunun içinə. Müəyyən bir tarix qoyurlar, ayın sonu məsəl üçün, lotereyadır. Əldən atılır, əgər sənin adından çıxsa oradan sənə hədiyyə verirlər. Bu cür lotereyalarda iştirak eləmək olar? Elhamdülillah, yox. Qumardır. Bu qumardır. Düzgün deyil oynamaq elə şeylərdə. Düz adamı həvəsləndirirlər. Amma lazım deyil. Bu qumardır. Qumar olduğuna görə haram da olmaz. Bunu deyəndə arkadaşlar, o deyir, mən bunun üçün pul ödəmirəm. Ne olsun? Yox, onun üçün girməmişəm. Ödəmirsənsə, onda onlar təklif eləyəndə sən də qoşulma. Al, nə istəyirsən, onlar təklif eləsə, demə lazım deyil. Amma sonra onlar təklif edirsən, alırsan, adını yazırsan, qol çəkirsən, onda şərik olursan qumara. Aydındır? Bu qədər.